Bu gün Elman Türkoğlu'nun Xəzri İsmayılova qarşı xüsusi ittiham qaydasında verdiyi iş üzrə bizim apellyasiya şikayətinə baxıldı və məhkəmə Binəqədi rayon məhkəməsinin hökmünü qüvvədə saxladı. Hesab elə ki, bizim verdiyimiz apellyasiya şikayəti tamamilə əsassızdır. Və prosesdə olduqca maraqlı bir hadisələr də yaşandı. Belə ki, Elman Türkoğlu dəfələrlə öz çıxışında, yəni ifadəsində onun barəsində yayılmış mətnin Xəzri İsmayılova Əli Kərimi tərəfindən ötürüldüyünü iddia elədi və biz sonra vəsatət qaldırdıq ki, madam ki, Əli Kərimin adı bu işdə hallanır və o şahid qismində dindirilsin, amma məhkəmə bu vəsatəti təmin eləmədi. Digər tərəfdən Elman Türkoğlu öz çıxışında göstərdi ki, onda hansısa bir sənədlər var və bu sənədlərdə güya Xəzri İsmayılovanın həqiqətən də onun barəsində 2011-ci ildə Mustafa Kozlu adlı profildə hansısa bir mətnləri paylaşır və iddia edir ki, Mustafa Kozlu səhifəsi Xəzri İsmayılova tərəfindən idarə olunur və biz vəsatət qaldırdıq ki, həmin sənədləri Elman Türkoğlu məhkəməyə təqdim eləsin. Elman Türkoğlu isə bildirdi ki, bu sənədləri mən gələcəkdə Xəzri İsmayılova qarşı açacağım ikinci cəbhədə təqdim eləyəcəm. Yəni belə başa düşür ki, Elman Türkoğlu bununla sakitləşməyəcək və 2500 manat Xəzri İsmayılova cərimə olunması azmış kimi hansısa bir şikayətlə də yenidən məhkəmədə iddia qaldıracaq və özündə hansısa, yəni bizə məlum olmayan sənədləri məhkəməyə təqdim eləyəcək. İkinci cəhbəni açacaq, məhkəmə cəhbəsi açacaq 148-ci maddəni. Məsələn, əl çəkəndə o vaxt mən Xəzrdən əl çəkəcəm ki, Xəzr adamın adını mənə deyəcək.